Bugünkü mövzumuz nədir? Süni intellekt bizim sahələrimizi əlimizdən alacaqmı? Yoxsa süni intellekti biz tez mi öyrənməliyik, gec mi öyrənməliyik? Geri mi qalırıq bu trenddən? Yoxsa nə etməliyik? İlk öncə süni intellekt yəni iki yerə bölünür. Yəni bunu istifadə etməyənlər və edib özünü zibilə salanlar, daha doğrusu üç yerə və edib yadından çıxardanlar. Mən bu sahənin içində 11 ildir varam. Ən birinci proqramlaşdırmanın, daha doğrusu alqoritmadan başlamışam. Alqoritmada Uplogo bəlkə bilənlər bilər. O vaxt olimpiyada falan gedirdik. Qələmi qaldır, qələmi yendir, mən nə bilim ulduz falan çəkirdik, Azərbaycan bayrağı çəkirdik. Hə, ilk öncə ondan başladım. C-Sharp-a keçdim, Java-ya keçdim. Belə özümü inkar elətdirdim. Amma indiki yeni başlayanlar bilirsiniz nə var? Agenti qoşur, yazır ki, mənim üçün Pythonda bu kodu yaz. O sizin üçün yazır. Hə, avtomatik olaraq şey deyir özdə, işlədir. Əvvəl hətta 1 il əvvəl, 2 il əvvəl də belə bir funksiya yox idi. Gedirdin, süni intellekti yazırdın, kopyalayıb yapışdırırdın. Amma indi elə bir dönəmə gəlmiş, ajan kimi işləyir. Öz kompüterinizə quraşdırırsınız. Uzaqdan deyirsiniz və də evdən deyirsiniz ki, mənim üçün bunu elə, sizin üçün onu eləyir, kompüteriniz idarə eləyir. Yəni hər şey eləyir. Bu rahatlığa gətirir, insanı çıxardır. Yəni insan nə qədər rahatlaşdıqda hər bir şey unudur. Məsələn, mən bu gün süni intellekti maksimum dərəcədə istifadə edeyim. Heç bir şey, ancaq prompt yazım, göndərim və bu mənim üçün böyük bir riskdir. Çünki niyə? Biz əvvəl-axır etdiyimiz proqramları yazdığımız kodları unutmağa başlayırıq. Yəni süni intellektin yəni belə bir pis tərəfi var. Cidden yəni böyük bir pis tərəfidir. Və süni intellekt istifadə etməyənlərə gələk biraz. Süni intellekt istifadə etməyənlər cidden özlərini necə deyim, bu trendə qoşmalıdırlar yəni. Əvvəllər Nokia telefon falan çıxanda knopkalı telefonlar da, hə, knopka telefonlar çıxdı, hamı telefon aldı da. Ondan sonra biraz sensora falan keçdi, insanlar almağa tərəddüd elədi. Sonra nə ağardılar? Bu sensorlu telefonlar insanın şeyini rahatlaşdırdı. Necə deyim sizə? Yaşam tərzinə. Bir də var knopka ilə yazarsan, bir də var sensorundan belə tak yaz göndər. Hə, artıq nə ağardılar insanlar? Keçid elədilər sensorlu telefonlara. Süni intellekt bunun kimi bir şeydir. Bəlkə də indi statistikaları dəqiq bilmirəm. Yəni dünyanın bəlkə də əksər qismi hələ də süni intellektdən xəbərsizdir. Keçək biraz süni intellektin necə izah edeyim sizə, əlimizdən alacaq sənədləri. Daha doğrusu süni intellekt əlimizdən heç bir sənədi ala bilməyəcək. Belə bir nöqtəsini qoyum sizə. Çünki həmişə bizim yeni bir şeye ehtiyacımız var. Necə deyim?